öz Rəbbi tərəfindən göndərilmiş hidayət yolundadılar. İfadəsi onu çatdırır ki, sanki ilahi hidayət onları məqsədə doğru aparan rahat bir minişdir. Bunu hələ ön qoşmasının üzərində olmaq mənasını verməsindən də başa düşmək olar. Üstəlik, hudən sözünün qeyri-müəyyənlik verilməsi Allah tərəfindən olan hidayətin həddən artıq əzəmətini artırır. Yəni, onlar həddən artıq böyük hidayətə qovuşmuşlar. Nicat tapanlar da onlardır. Cümləsinə gəldikdə isə, ərəb dilinin üslubatından xəbərdar olanlar başa düşürlər ki, burada inhisar mənası nəzərdə tutulmuşdur. Yəni, səadəti satmağın yeganə yolu məhz 5 xüsusiyyəti özündə cəmləmiş bu dəstənin tutduğu yoldur. Əl-Mənar təfsirinin müəllifi çatdırmışdı ki, onlar işarə vəzliyini 2 dəstəyə aid etsin. Birincisi, ilk 3 xüsusiyyətə, qeybə iman, namaz qılmaq və infaq etmək, ikincisi isə vəhiy və axirətə iman gətirənlərdir. Lakin bu, çox zəif ehtimaldır. Çünki sadalanan 5 xüsusiyyətin hamısı yalnız bir qrupa aiddir və onları 2 dəstəyə bölməyə heç bir əsas yoxdur. Daha çox insan faydalansın deyə bu videonu bəyən və yadda saxla.